Ümid edirəm ki, səfəriniz yaxşı keçib. İşlər qaydasında gedir İbn Ümeyr. Sərdarın mərhəməti ilə. Cədədən nə xəbər? Xəbərsiz deyiləm. Dayanmadan Həsən İbn Əlinin evi ilə Darül Xilafətə get-gəldəyəm. Çalışıram ki, bu qıza biraz təsəlli verim. Atasının ölümündən sonra bərk narahatdır. Hələ də işi başa çatdırmaq fikri ilə razıdır. Gah razı olur, gah yox. Bir gün razılıq verir, səhərsi peşman olur. Mənim fikrimcə, əmirin mərhəməti və verdiyi söz onun fikrini daha da qətiləşdirəcək. Əmirin sözü, hə? Nə hadisə baş verib? Allah rəhmət eləsin. Böyük sərkərdə idi. Bu axşam Darül Xilafətə gəldi və elə burada da canını tapşırdı. Düzünü de. Doğrudan nə olub ona? O bir saat bundan qabaq Həsən İbn Əlinin evindən çıxanda sağ-salamat idi. Ömrü artıq başa çatmışdı. Çox yaşamaq onu yormuşdu. Biraz bal şərbəti içdi. Özün bilirsən ki, bal şərbəti çox qüvvətli olur. Və hamı onu içməyə davam gətirmir. Xüsusən də əgər Dəməşqdən gətirilərsə. Qəhqəhə çəkirsiniz. Əgər Ömər Səd görsə ki, atasının cənazəsi üstə belə gülürsünüz, onun ağlına başqa fikirlər gələr, şübhələnə bilər. Salam olsun Əmir Əl-Mömininin xələf oğlunun anası Ümmü Yezidə. Və İslam məmləkətinin gələcək xəlifəsinin anasına. Ümidvaram. Sizin ümidinizə ehtiyac yoxdur, bu iş qətidir. Sən yəqin ki, İbn Ümeyrsən, düzdür? Doğrudur, xanım. Sənə ona görə ehtiyac var ki, işi layiqincəsinə başa çatdıra bilərsən. Çalışırıq, xanım. Bu kifayət deyil. Mən sənlə Cədənin işinə nəzarət eləmək üçün bura gəlmişəm. Fikri nədir? Demək olmaz ki, hazırdır. Mənim fikrimcə, əmirin mərhəməti və vədi onun fikrində təsirli olar. Əmirin vədini ona şəxsən özüm çatdıracağam. Onu bura gətirə bilərsən? Yox, o bura gəlməz. Məni Həsən İbn Əlinin evinə apara bilərsən? Sizi? Lazım deyil ki, kimsə bilsin. Tam gizli şəraitdə. Atam harada? Mümkündür. Atam mənimlə söhbət edirdi, birdən nəfəsi təngidi və ağrıdan qıvrılmağa başladı. Sonra isə həkim gəlib çıxana qədər canını tapşırdı. Onu sən öldürmüsən. Boş-boş danışma. Bilirəm ki, ata ölümünə dözmək asan iş deyil, amma... Mən əminəm ki, siz onu zəhərləmisiniz. Sən özün gördün ki, o bizim süfrəmizə heç əlini də uzatmadı. Əlbəttə, bu sözdə bəlkə də həqiqət var. Ola bilər ərəbin hörmətli və böyük sərkərdəsi zəhərlənib, amma burada yox. Gərək fikirləşib yadına salasan ki, atan axırıncı dəfə kimin evində olur? Həsən İbn Əli heç vaxt belə işə əl atmaz. O sizsiz ki, tülkü kimi hiylə işlədib, it kimi adamı arxadan qapırsınız. Hey, sakit ol. Sözünə fikir ver, kiminlə danışdığını bil. Sən kəs səsini Zilcöşənin oğlu. Atam bu saraya gələndə sağ-salamat idi. İndi isə ölüm. Mən bunda sizi günahkar bilirəm. Və onu necə öldürdüyünüzü hamıya çatdıracam. Onun qabağını kəsin və qoymayın saraydan çıxsın. Elə bilirsən ki, qoyacağam səni bu saraydan çölə çıxıb, gedib səsküy salıb, cəmaatı əmirin əleyhinə qaldırasan? Səd ibn Əbi Vəqqas öz əcəli ilə ölüb. O dünyada bəs qədər yaşayıb. İndi də ömrü başa çatıb. Vəssalam. Sən də cəmaata məhz belə deməlisən. Yoxsa səni də atanla bir yerdə bastıraram. Başa düşmədim, bu qadın kimdir məndən bu cür danışır? Bu xanım Əmirzadə Yezid İbn Maviyəni öz qucağında böyütmüş Ümmü Yeziddir. Üzr istəyirəm xanım. Atamın qəfil ölümü... Başa düşürəm İbn Sən. Amma insan gərək hisslərini cilovlaya bilsin və öz məsləhətini heç zaman yaddan çıxarmasın. İndi isə get, atana əza saxla.
İbn Sər, unutma ki, atanın dəfnindən qabaq hamıya deyərsən ki, sən özün yanında olmusan və onun necə vəfat elədiyini öz gözünlə görmüsən. Ey Mədinə cəmaatı! Bu böyük İslam sərkərdəsi Səd ibn-i Əbi Vəqqasın cənazəsidir. Biz indi böyük bir kədərlə və ağlar gözlə ondan ayrılırıq. Əmir əl-Möminin Muaviyyət ibn Əbu Süfyan onu çox istəyirdi. Dünən axşam hörmət əlaməti olaraq onu Darül Xilafətə dəvət etdim. Səd mənim dəvətimi qəbul elədi. Amma təəssüf ki, gecə yarısı o fani dünyadan köçdü. O vəfat edərkən oğlu İbn-i Səd də onun başı üstündeydi. İndi mən düşmənlərin və bədxahların fitnə, şayə və şübhələrinin qarşısını almaq xatirinə onun oğlundan xahiş eləyirəm ki, atasının necə vəfat etdiyini şəxsən özü burada sizlərə söyləsin. Böyük sərdar və Mədinə hakiminin buyurduqları doğrudur. Atam ömrü boyu İslam'a və müsəlmanlara xidmət eləmişdi. Bir çox çətinliklərə, əzab-əziyyətlərə dözmək onu əldən salmışdı. Ötən gecə onun ömrü başa çatdı. Allah dərgahına qovuşaraq əbədi dünyaya köçdü. Mən özüm onun son anlarında əlacsız yanında dayanmışdım. Can verərkən başı mənim qucağımdaydı. Allah özü bizim hamımıza rəhm eləyib bağışlasın. Nə olub İbn Ümeyr? Mənimlə işim var. Bəli. Bu qadın kimdir? Məni tanımırsan? Yox. Mən Ümmü Yezidəm, xanım. Ümmü Yezid. Hansı ki deyirlər Muaviyyənin sarayında o hökm verir? Bu bədxahların dediyi sözdür. Əmirin sarayında o özü hakimdir. Niyə bu evə gəlmişsiniz? Əmirin mərhəmət və vədini sənə çatdırmaq üçün gəlmişəm. Mən öz fikrimi dəyişmişəm. Daha bu işi görməyə razı deyiləm. Cədə. Ehtiyatlı ol, xanım səninlə əmirin adından danışır. Şübhələrdən əl çək. Muaviyyə bütün dünyanın xəlifəsi və Peyğəmbərin canişinidir. Onun istədiyi əsl həqiqətdir.
O şəxslər haqdan uzaqdırlar ki, Əmir Muaviyyənin yolu ilə getmirlər. Sən onun istəyini qəbul eləməklə şeytandan uzaqlaşıb Allaha yaxınlaşırsan Cədə. Tuğyan eləyən nəfsini cilovlamağı bacar. İmkan vermə nəfsani istəklər və batili fikirlər səni Allah yolundan uzaqlaşdırsın. Mən bacarmaram. Əmir əl-Möminin Muaviyyənin əmrindən boyun qaçırma. Sənin xoşbəxtliyin bundadır, qızım. Yezid sənin fikrinlə yaşayır və Əmir əl-Möminin bu işə razılıq verərək əmr eləyib ki, sənin istədiyin bütün zərzibanı, gözəl nemətləri ixtiyarında qoysunlar. Fikrin nədir? Səni elə bir hakim istəyir ki, Allah dünyanın bütün xəzinələrinin açarını ona bəxş edib. Allah özü istəyir ki, sən bütün dünya qadınlarının xanımı olasan. Əba Məhəmməd Əbülhəsənin canişini olanda onun evinə getdin. İndi Yezid hakimiyyətə doğru irəliləyir, ona görə də onun evinə getməlisən. Sən ərəb qadınlarının xanımı olmalısan. Cədə, bu taleyin sənin üçün yazdığı qismətdir. Tərəddüd eləmə. Mən buna əmin olmalıyam. Nəyə əmin? Əmirin öz vədinə əməl edəcəyinə. Səni nə əmin eləyə bilər? Bilmirəm. Atam deyirdi ki, Əmirin dostu və müttəfiqidir. Əmir ona vəfasızlıq eləməz. Amma indi ki, atam ölüb. Əgər əmirin sözü yazılı şəkildə olsa, bu səni razı edər? İbn Ümeyr. Bəli. Yazılı zəmanət verməlidir. Heç bir yazılı zəmanətdən söz ola bilməz. Sən mənim sözümə inanıb, elə indi qərara gəlməlisən. Yazılı zəmanət olmayınca mən heç bir iş görən deyiləm. Bu iş gec-tez baş tutmalıdır. Yaxşı fikirləş. Xüsusən də öz gələcəyini yaddan çıxarma. Sonra artıq Əmir əl-Mömininin heç bir mərhəmətinə ümidin olmayacaq. Amma əgər indi bu işi görsən, mən sənə söz verirəm ki, səni evladım Yezidin xanımı kimi Əmirin sarayına aparıb öz himayəmdə saxlayaram. İndi özün bil. Sənin fikrin rahat olsun. Hər hansı işi görməzdən qabaq, mən o iltizamnaməni xanımdan alacam. Xatircam ol. Nəsə mühüm bir hadisə baş verib ki, Sərdar bu gecə vaxtı məni saraya çağırtdırıb. Elə mənim özümü də çağırıblar. Bizim ikimizi də xanım Ümmüyezi çağıtdırıb. İbn Ümeyri də bura çağıtdırmışam. Amma o gəlməzdən qabaq sizə bir məsələni çatdırmaq istəyirəm. Mən neçə saatdır bu gəzib, bunu fikirləşirəm ki, bugün Cədə ilə danışanda onun bizim istəyimizi yerinə yetirməyə tam hazır olduğunu başa düşdüm. Sadəcə qərara gələ bilmir. Buna görə də fikirləşdim ki, əgər ona ağır bir zərbə vura bilsək, o bu işdə daha tez qərara gələr. Nə cür zərbə? Atasından sonra indi ona ən yaxın adam kimdir? Ürvət İbni Ümeyr. Düzdür. İndi elə bil ki, İbn Ümeyrin başına bir hadisə gəlir. Nə hadisə? Əşəsin və ya Səd ibn Əbi Vəqqasın başına gələn bir hadisə. Yəni onu öldürək? Etiraz eləyirsən? Axı İbni Ümeyr bizim dostumuzdur. Məyər sən hələ də keçmiş dostlarına vəfadarsan? Sən təkcə Əmir əl-Mömininə vəfalı olmalısan. Sənin fikrin nədir, Sərdar? Düşünmürsünüz Cədə bizi onun ölümündən müqəssir bilsə, istəyimizi yerinə yetirməyəcək? Ola bilsin bizi təqsirli bilə, amma işdən boyunu qaçırmaz. O həyatı sevən, mal-dövlət hərisi, eyni zamanda qorxaq qadındır. Ona dedim ki, bu ölümlər həmişə davam eləyəcək. Gec ya tez, axır onun da növbəsi çatacaq. Yaman qorxmuşdu. İndi isə yox!
o şərbət piyaləsi İbn Meyrindir. Ehtiyatlı ol. Gədə ölüm vəhşətini bütün vücudu ilə hiss eləməlidir. Belə olduqda mütləq lazım işi görəcək. Digər tərəfdən də ona söz verdim ki, mən onu Yezid üçün alacağam. Məncə bu vədə də işimizə yaxşı təsir eləyəcək. Doğrudan belə fikriniz var, xanım? Əlbəttə ki, yox. Mən heç vaxt razı olmaram ki, əvvəl öz ərini öldürmək təcrübəsi olan bir qadını oğluma yaxın buraxım. Yaxşı, bəs sən niyə fikrini demirsən? Əgər xanım Ümmü Yezid belə məsləhət bilirsə, mən heç bir etiraz eləmirəm. Bəli, mən belə məsləhət bilirəm. Hal-hazırda o qadını bu işə məcbur eləməyin yeganə yolu budur. Ürvət İbn Ümeyr gəlməyə icazə istəyir. Gəlsin. De gəlsin. Elə bildim nəsə bir hadisə baş verib ki, bu gecə vaxtı məni çağırtdırırsınız. Amma deyəsən ziyafətdir. Məni də yaddan çıxarmamsınız. Düzdür, İbn Ümeyr. Fikirləşdik ki, insafsızlıq olar biz burada gözəl yeməklər yediyimiz halda dost və müttəfiqimiz bundan məhrum olsun. Allah müsəlmanların gələcək xəlifəsinin sevimli anasını bizə çox görməsin. Onun kölgəsini başımızın üstündən əskik eləməsin. İç İbn Ümeyr. Bu bal şərbəti çox dadlıdır. Birdən bu bal keçən gecə Səd ibn Əbi Vəqqası həlak edən şərbətdən olar, ha? Hə, elə ondandır. Şimir deyirdi ki, bu şərbət çox qüvvətlidir və Səd ibn Əbi Vəqqasın zəif bədəni onu həzm eləmək qüdrətində deyilmiş. İndi, hörmətli xanım, sizin fikrinizcə mənim zəif bədənim onu həzm eləmək qabiliyyətinə malikdir. Bəli, sən bacararsan, arxayın ol. Sən həzm eləyə bilərsən, İbn Ümeyr. Birdən məni də öldürər, ha? Öldürər? Qorxma, əgər Əmir əl-Mömininin düşmənlərinə qoşulsan, bax onda dərhal sənin də canını alaram. Əstağfurullah. Allah eləməmiş elə bir şey olsa, onda mən zəhər badəsini öz əlimlə bu cür başıma çəkərəm. Nə inirsən? Zindana düşdüyümüz gündən həmişə bu dəmirlərlə gücünü yoxlayır. Deyir ki, onları bir-birindən aralaya bilər. Allahın köməyilə ayrılam.
Nə xəbər var, xanım? Səbrin olsun. Nə olub? Zilcöfşənin oğlu Nigaran görünürsən. Yox, nigaran deyiləm. Yox, nigaransan. Fikirləşirsən ki, gec ya tez bəlkə özün də belə bir aqibətlə üzləşəcəksən. Elə deyil? Çalış bu fikri öz başından çıxart, yoxsa bir an rahatlıq üzü görə bilməzsən. Onsuz da neçə ildir ki, mən rahatlıq üzü görmürəm. Mən eşitmişəm Əba Məhəmmədin tərəfdarları ölümü çox rahatlıqla qarşılayırlar və ölümdən əsla qorxmurlar. Doğrudan belədir? Bəli. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Səncə bunun səbəbi nədir? Bağışla məni, xanım. Səbəbini yalnız mən öz-özlüyümdə zümzümə edirəm. Öz-özlüyündə zümzümə eləyirsən ki, onların imanı var, səninsə yox. Düzdür? Deməli, imanımızı möhkəmləndirməliyik. Onları məğlub eləmək istəyiriksə, onda mütləq onların özü kimi imanlı olmalıyıq. Nəyə imanlı? Nəyə? Əmir əl-Mömininə və yeganə evladı Yezidə məyər bizim dayağımız təkcə bu 2 nəfər deyil? Mənim fikrimcə daha çox əmirin mərhəmətini arxalamaq lazımdır. Onda səni çətin günlər gözləyir Şimir. Həmişə əzab içində olacaqsan. Qorxu, vəhşət, nigarançılıq bir an səni rahat qoymayacaq. Bilirsən niyə? Çünki əmirin mərhəməti müxtəlif şəkillərdə təzahür eləyir. Gah gizli şəkildə olur, gah mal dövlət şəklində, gah hakimiyyət şəklində, gah da İbn Ümeyrin içdiyi şərbət şəklində. Əmir. Əmir. İbn Ümeyr. Sərdar, xəbər gətiriblər ki, Urvət ibn Ümeyr fani dünyadan köçüb. Sənsən. İbn Ümeyr niyə öldü? Onu siz öldürdünüz. Həyatı fikirləş. Ölüm geçdi, hamının qapısını döyəcək. Sənə də növbə çatmazdan qabaq çalış həyatdan istifadə eləyəsən.
Müaviyenin sarayını, Yezide xanımlığını fikirləş. Ardımca gəl, sənə sözüm var. Artıq bu işi yubatma, Cədə. Bacarmaram. Fikrimi dəyişmişəm. Bu işə daha razı olmaram. Hətta zəmanət verib Yezidin xanımı etsəniz də məni, yenə bu işi görən deyiləm. Yox. Düzünü deyim ki xanım, benim fikrimce inanmıram ki o bu işe razı olsun. Onda sən qayıt, mən burada gözləyərəm. Neyi gözləyirsiniz? Sənin düşündüyün qeyri-mümkün olan şeyi. Xanım. 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 Sən heç nədən narahat olma. Hər şeyi mənim öhdəmə burax. Get, qızım. Bilirsən kim idi bu qadın? Cədə. Cədə? Əşəsin qızı və Həsən İbn Əlinin xanımı. O Darül Hökumətə gəlmişdi. Bəli, qonaq gəlmişdi. Axı siz onu mənim evimə gəlməyə necə vadar edə bildiniz? Heç əşəs gətirə bilməmişdi. Sən məni əşəslə bir tutursan? İndisə özünüzü neçə vaxt gözlədiyiniz xəbəri eşitməyə hazırlayın. Cədə axır ki razılaşdı və hazırdı ki, Həsən İbn Əlini qətlə yetirsin. Doğrudan? Razıdır. Bəli, razıdır. Tezliklə Bəni Haşim matəmə qərq olacaq. Yaxşı olar ki, özünüzü o gün üçün hazırlayasınız. Təklif eləyirəm ki, Küfə və Bəsrə valiləri Müğeyrədən, Büsrdən də kömək istəyəsiniz. Çünki Həsən İbn Əlinin tərəfdarları ilə qarşılaşa bilərik. Yox, bacarmaram. Bacarmaram. Mümkün deyil, mən belə iş görə bilmərəm. Bacarmaram. Mümkün deyil. Bacarmaram. Bacarmaram. Mümkün deyil. Mümkün deyil.
Bacarmaram. 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 Mümkün değil. Mümkün değil. Mümkün değil. Bacarmaram. Ben bu işi görebilmərəm. Yox, bacarmaram. Bacarmaram. Mümkün değil. Yox. Ben bu işi görebilmərəm. İbn Ümeyr. Ben bu işi görebilmərəm. Yox. Yox. Hanım. 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 Hanım, tərəddüd edir. Get dilə tut. Qoy özü qərara gəlsin. Hə, indi yanına getməyin vaxtıdır. Cədə.
Sakit ol Cədə. Cəhdə bəy Sakit ol. narahatdır. Elə hey nalə çəkib qışqırır. Yox, mən bacarmaram. Mən bu işi görə bilmərəm. Yox, xanım, bacarmaram. Yox, mümkün deyil. Özünə ələ al. Yezid fikirləş. Bu göz yaşları nəyə lazımdır? Maviyənin sarayını, İstəmirəm. bütün ərəb dünyasının xanımı İstəmirəm. olacağını, həyatını fikirləş. Benim ki bacarmaram. Sakit olay qız. Yox, istəmirəm, istəmirəm. Maviyənin sarayını, bütün ərəb dünyasının xanımı olacağını, həyatını fikirləş. Cədə. Mən qorxuram, qorxuram. Yox, qorxmamalısan. Yaxşı günlərini fikirləş. Gözəl həyatını, Maviyənin sarayını düşün. Yezidin dəbdəbəli həyat tərzinin fikrində ol. Öz həyatını düşün. Gözəl həyatını eşidirsən Cədə. Gözəl saray həyatını düşün. Yezidin xanımı olacaqsan. Afərin. Bax belə. Ora bax. Hicr ibn Ədi və Ədi ibn Hatəm lap öncərgədədirlər. Hara gedirlər? Hara? Mədinəyə. Mədinəyə? Məyər Mədinədə nə olub ki? Bilmirəm. Amma təxmin eləyə bilərəm ki, nə üçün Mərvan bizi tələsik Mədinəyə çağırır. Və niyə görə bunlar bu cür tələsik Mədinəyə gedirlər? Yaxşı. Nəyə görə? Mənim zənnimcə Əbu Sufyanın oğlunun əmri yerinə yetirilib. Hansı əmr? Həsən ibn Əli ya qətli yetirilib, ya da can üstədir.
hadisə baş versə, Bəni Haşim qılınca əl atacaq? Böyük sərkərdələr, mənə qulaq asın. Mən fikirləşirəm ki, biz hər şeydən əvvəl... Bu qadın kimdir? Cəhətə. Bu həmin qadındır ki, Həsən İbni Əlini zəhərləyib, onun arvadıdır. Halı heç də yaxşı deyil. Siz ona fikir vermeyin. Üsür ibn Ertat hardadır? Yoldadılar. Ordunuz hardadır? Şəhərin kənarında yerləşiblər. Ümidvaram orduya heç ehtiyac olmaz. Amma diqqətli və müğayət olun. Bəlkə də qarşı durma qaçılmaz olsun. Həsən İbn Əlinin tərəfdarları qılınca əl atsalar, qılıncın cavabını qılıncla verin. Bu mən deyən hadisədir.